mutlaka əkop tapırıq bu tip suallarda. Əkop eləyir 12, 2x-i də bərabər eləyirik 12k-ya, 3y-i də bərabər eləyirik 12k-ya, 4z-i də bərabər eləyirik 12k-ya, x bərabər olur 6k, y bərabər olur 4k, z bərabər olur 3k. Və burada nəzər alırıq bunu. Olur 1 bölək 6k plus 1 bölək 4k plus 1 bölək 3k bərabər olur 18-ə. Ortaq məxrəcə gətirsək, 6-ya, 4-ə, 3-ə 12k ortaq məxrəcdir. 12k-nı 6k-ya böləndə eləyəcək 2, 2 birin 2 plus 3 plus 4 bərabər olacaq 18-ə. 2, 3, 5, 9 bölək 12k bərabər olacaq 18-ə. Buradan da hər tərəfi 9-a bölsək, k-nı buradan tapsaq, 24k bərabər olacaq 1-ə, k da bərabər olacaq 24-də 1-ə. Demək bizə lazım olan 1 bölü y idi. 1 bölək y nə idi? Y 4k idi. Demək bizə 4-də 1, burada k-nın yerinə yazırıq 24-də 1. Doğru cavab 1 bölək 6-da 1, bu da deyəcək 6.